Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət din siyasəti bugün onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində diqqət və qayğının şahidi oluruq. Bunun bariz nümunəsi olaraq cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını göstərə bilərik. Qeyd edək ki, ölkəmizdə dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Bu istiqamətdə həyata keçirilən siyasi strategiya, multikultural həyat tərzinin daha da geniş vüsət almasına şərait yaradır. Təsadüfi deyil ki, ölkəmizin multikulturalizm modeli dünyanın bir çox ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunda da tədris edilir. Azərbaycan İlahiyyat İnstitutunda bir fakültə, İlahiyyat Fakültəsi, 3 kafedra, İslamşünaslıq, Dinşünaslıq və Dillər və İctimai Fənlər kafedraları mövcuddur. Azərbaycan İlahiyyat İnstitutuna tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən 3-cü ixtisas qrupu üzrə 2 istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir. İnstituta təhsilin hər 3 səviyyəsi üzrə bakalavriat, magistratura və doktorantura istiqamətlərində qəbul həyata keçirilir. Müəssisəmizdə təhsil dövlət sifarişi əsasında həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. Akademik göstəriciləri yüksək olan təhsil alanları isə adlı təqaüdlərdən yararlana bilirlər. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ümummilli lider Heydər Əliyev adına təqaüd təsis etmişdir. Həmin təqaüd isə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən tələbələrə təqdim olunur. Həmçinin adı çəkilən fond Seyid Yəhya Bakovi, Şeyxülislam Məhəmməd İrəvani, Həmzə Nigari, Xurşudbanu Natəvan adlı təqaüdlər və tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə maddi yardımlar ayırır. Qafqaz Müsəlmanları İdarəsi isə 2 təqaüd təsis etmişdir. Şeyxülislam və akademik Vasim Məmmədəliyev adına təqaüdlər. Bundan əlavə tələbələr təhsil aldıqları müddətdə yemək xərcləri ilə təmin olunurlar. İnstitutda təhsil alan tələbələrə bütün fənlər üzrə pulsuz dərslik və dərs vəsaitləri verilir. Azərbaycan İlahiyyat İnstitutunda təhsilin bütün səviyyələri üzrə dünyada geniş yayılmış dinlər haqqında fənlər tədris olunur. Fənlərin tədrisi zamanı hər bir dinin öz mənbələri əsasında deskriptiv üsulla öyrədilməsinə üstünlük verilir. Belə ki, müəllimlərimiz yüksək ixtisaslı kadrlardan ibarətdir. Akademik heyətimiz təkcə tədrislə deyil, eyni zamanda elmi tədqiqatla da məşğul olur. Müəllimlərimizin beynəlxalq indeksli jurnallarda məqalələri və ixtisas sahələrinə aid elmi əsərləri işıq üzü görür. Ali təhsil müəssisəsi keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır. İnstitutun Din Araşdırmaları jurnalının nəşri bu sahədə ən mühüm işlərdən biridir. Jurnalın beynəlxalq elmmetrik indekslərdə yer almasına böyük əhəmiyyət verilir. Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərir. İnstitut cəmiyyətimizin din sahəsində yüksək ixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək kimi vacib və əhəmiyyətli missiyanı öz üzərinə götürmüşdür. Ali təhsil müəssisəmiz ölkə daxilində, eləcə də xaricdə müvafiq istiqamətdə fəaliyyət göstərən məşhur və qabaqcıl universitetlər, elmi mərkəzlərlə əlaqə qurur, bu münasibətlərin uğurlu nəticələrinə böyük ümidlər bəsləyir. Bu yöndə imzalanan protokollar əsasında tələbə mübadilələri, beynəlxalq konfranslar, seminarlar, dəyirmi masalar həyata keçirilir. Azərbaycan İlahiyyat İnstitutu öz məzunlarına geniş iş imkanları təklif edir. Ali təhsil müəssisəsini yüksək göstəricilərlə bitirən məzunlarımız din xadimi kimi fəaliyyət göstərə bilərlər. Həmçinin onlar ilahiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq və dövlət strukturlarında işləmək imkanı qazanırlar. Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin yüksək ixtisaslı kadrlar kimi yetişməsi, dil və fərdi özünü müdafiə bacarıqlarının inkişafı, dünya görüşlərinin, intellektual səviyyələrinin artırılması, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, o cümlədən onlara mütaliə və sosial məsuliyyət vərdişlərinin aşılanması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Kitabxana fondumuzda 20 mindən artıq elmi ədəbiyyat mövcuddur. Mənbələr Azərbaycan, rus, ingilis, türk, ərəb və fars dillərindədir. Burada həmçinin kompüterlərlə təchiz edilmiş müasir oxu zalı da mövcuddur. Azərbaycan İlahiyyat İnstitutu dini maarifləndirmə işinin düzgün təşkili və fəaliyyətin geniş auditoriyaya tanıdılması məqsədi ilə YouTube, Facebook, Instagram kimi sosial platformalardan aktiv şəkildə istifadə edir.